Bura Tovuz rayonunun əsrarəngiz gözəlliyə malik olan Kirən İnzibati Ərazi Dairəsinin Baqqalı və Saladınlı kəndləridir. Bu kəndlərə yay aylarında ölkəmizin müxtəlif bölgəsində turistlər gəlir. Burada ev tutaraq istirahət edirlər. Deməli, mən buraya gəlmişəm, qonaq gəlmişəm, tatilə gəlmişəm də dincəlmək üçün. Sizi inandırım ki, Azərbaycanın ən gözəl guşalarından biridir buraları. Havası təmiz, suyu təmiz. Ancaq ki, adam üzücü bir şey var ki, vətəndaş deyilən burada yoxdur da. Evlərin hamısı boşdur. Qardaş, bu boyda cənnət məkan yeri millət atıb gedib şəhərdə yaşayır. Lakin kənd sakinləri öz doğma yurd yuvalarını tərk edərək Bakı şəhərinə və ya digər rayon mərkəzlərinə üst tuturlar. Kənddə yeni modul tipli məktəb tikilməsinə baxmayaraq artıq kənddə yaşayış olmaması səbəbindən məktəb bağlanıb. Kənddə təbii qazın olmaması səbəbindən əsas yük elektrik enerjisinin üzərinə düşür ki, bu səbəbdən də kənddə elektrik enerjisinin verilməsində fasilələr yaranır. Bu da kənddə yaşayan sakinlərin işlərini daha da çətinləşdirir. Qeyd edək ki, Kirən İnzibati Ərazi Dairəsində 9 kənd var. Bu kəndlərin 4-ünə təbii qaz çəkildiyi üçün kənd sakinləri öz doğma kəndlərində yaşamağa davam edirlər. Lakin Baqqalı və Saladınlı kəndləri ilə birlikdə digər Soflar, Qalaboyun və Xatıncan qəsəbələrində təbii qazın olmaması səbəbindən sakinlər öz doğma ata-baba yurdunu tərk edirlər. Həftələrlə yolumuz yox, işığımız yox, qaranlıqdır. 4 dənə yox qalıb Baqqalı kəndi, dağıtmış söydə 4 dənə. O da nə talasına gedəcək toza. Mən nə qadim, nə tulun? Əziyyət çəkir cəmaat. Oduna, işığa görə cəmaat köçüb gedir. Yol problemimiz düzəldi, işıqlarda problemimiz var, qaz təminatımız, yanacağımız yoxdur. Vaxtilə burada 150 dənə təsərrüfat olub, 150 dənə yaşayış evi olub. Hal-hazırda burada cəmisi 3 dənə ev qalıb. Nəyin ucbatından? İşıq və qazın olmamaq ucbatından. O işsizlikdir, məktəbidir, bir döy dərdimiz. Məsələyə şifahi olaraq Azəri İşıq Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətindən bildirildi ki, adı gedən həmin kəndlərin bir neçəsində elektrik dayaqları və xətləri dəyişdirilib. Bu sahədə mərhələli şəkildə işlərin davam etdirilməsi nəzərdə tutulub. Azərqaz İstehsalat Birliyinin İctimaiyyətlə Əlaqələr və Korporativ Kommunikasiya şöbəsinin əməkdaşı Novruz Məmmədzadə də məsələyə münasibət bildirib. Ölkə üzrə qazlaşmayan kəndlərin yeni yaşayış massivlərinin qazlaşdırılması SOCAR-ın Azərqaz İstehsalat Birliyinin gündəlik duran məsələlərdən biridir. Məlumat üçün bildirim ki, qazlaşma proqramı birliyin daxili maliyyə imkanlarına uyğun olaraq mərhələli şəkildə həyata keçirilir. Sözü gedən yaşayış məntəqələrinə gəldikdə isə bu kəndlərə küçə qaz xətlərinin çəkilişi işlərinə növbəti mərhələlərdə baxıla bilər. Qeyd edək ki, adı gedən kəndlərin bir çoxunda əvvəlcədən qalmış kənd arası qaz boruları hələ də yerində qalmaqdadır. Mövzunu diqqətdə saxlayacağıq. Kamran Əskiparalı, Hüseyn Hüseynov, Bu Gün İnformasiya proqramı üçün.